Məsələdə deyilir ki, radiusu 15 olan yarım kürə formasında qaba müəyyən miqdarda su tökürlər. Həmin suyun səthində yaranan dairənin, baxın işarələmişəm, dairənin radiusu 9-dur, kürənin radiusu 15-dir o heç. Burada dairə yaranır, o radiusu 9-dur və qabın su ilə dolu hissəsinin hündürlüyünü soruşur. Yəni, mərkəzdən qabın dib nöqtəsinə qədər olan məsafəni, hündürlüyü soruşur. Burada nə edirik? Yarım kürənin mərkəzi ilə bu balaca dairənin nöqtəsi var ya, burada səthə toxunduğu nöqtə. Onu birləşdirirəm. Baxın, buranı birləşdirirəm. Orada da R yaranır da əslində. Gəlin onu çəkim kənarda. Baxın, buranı çəkdim. O da böyük yerdir. Kürənin R-idir. Çünki kürənin mərkəzi ilə kürə üzərindəki istənilən nöqtəni birləşdirib. Yəni, orada 15-dir. Bu məsafəni bilmirəm. Ora bir dənə x deyək. Buranı bilirəm amma. 9. Düzdürmü? Bura yazdıq 9. Pifagordan x bərabərdir 15-in kvadratı kök altında. Yəni 225 çıxılsın 9-un kvadratı. Buradan 12 alınır. Düzdür? İndi bu çevrənin mərkəzindən, daha doğrusu kürənin mərkəzindən kürənin bu nöqtəsinə qədər məsafə, yenə bu kürənin radiusudur. Yəni burada 15-dir. Bu 15-dən bu 12 buranı aldım axı mən. Baxın, bu 12 buranı aldım. 12. Bu hissəni. 12-ni çıxsam, bura 3 qalacaq. Yəni, qabın su ilə dolu hissəsinin hündürlüyü 3 santimetrdir.